Zümzümə eləyirdiniz o vaxtlar, yoxsa? Yox, biz heç vaxt o barədə danışmamışıq, heç fikirləşməmişik də. Yenə deyirəm, Röya xanım xalq artistidir, Röya xanım çox istedadlı bir adamdır. Mən nə danışıram, mən bağışlı mən kiməm ki onun yanında? O böyük bir müğənnidir, o onun içindədir və yenə də deyirəm, evdə bir müğənni olar, iki dənə yox. Tak что bu istafetanı ona vermişdim. Ona vermişdim deyəndə ki, həmişə müğənni olub. Поэтому mən həmişə öz işimlə məşğul olmuşam, amma bu səfər Nərmin xanım nəsə bir balaca oyatdı mənə bu hissləri ki, sən də elə bilərsən, biz də oxuya bilərik, bir maraqlı bir şey elə bilərik və bilməm necə oldu. Gözəl də alındı. Hətta mən bütün günü rəylərə baxıram. Hər kəs biz Proqramlara gedirsiniz, toylara gedirsiniz. Anarla küsülü olanda hər kəs yığırdı məni ki, siz barışırsınız, sizin duetləri çox sevirik. Yəni çox sevildi bizim. Sil deyirsə neçəyə gedirsiniz bir toya? Sil. Anar hər gün deyir qiyməti qaldıraq, qiyməti qaldıraq. Mən deyirəm ki, anar yox da, yəni hər kəsin büdcəsinə hər kəsin büdcəsinə uyğun olsun da mən cəmaatla fikirləşirəm. Anardan olsa qiymət çox qalxar.